Ər-Rəd, Göy gürültüsü surəsi Məkkədə, bəzi təfsirçilərə görə isə tamamilə yaxud qismən Mədinədə nazil olmuşdur. 43 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əlif, Lam, Mim, Ra. Tilkə əyətul kitab, vəl-ləzî unzilə iləykə min rabbikəl haqq, vəlâkinnə əksərən-nəsi lə yu'minun. Əlif, Lam, Mim, Ra. Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kəsin onun kimisini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu surədə olan ayələr cəmlənmiş bu kitabın və Qur'anın ayələridir. Və ya aləmdə olan bu ayələr bu yaradılış kitabının və yaradılış aləminin ayələridir. Və Rəbbin tərəfindən sənə nazil olan haqdır. Lakin insanların çoxu bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq iman gətirmirlər. Allahu'l-ləzî rafa'as-semâvâti bighayri amadin tarawnaha, thumma istawâ alal-arş, وسخر الشمس والقمر كل يجري لأجل مسمى يدبر الأمر يفصل الآيات لعلكم بلقاء ربكم توقنون. Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə aləmin hökmranlıq taxtına hakim olan və günəşi və ayı özünə ram edəndir. Onların hər biri özünün düz və dairəvi hərəkət yolunda müəyyən bir müddətədək hərəkətdədir. Allah varlıq aləminin işini idarə edir. Qur'anda aləmlərdə və nəfslərdə olan nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz bu aləmdən sonra Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız. وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ. Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən və heyvanlardan, bitkilərin toxumlarından cüt-cüt və erkək və dişi yaradan odur. Gecəni tədriclə gecələrin uzanan vaxtlarında gündüzün üzərini örtür. Şübhəsiz bunda atmosfer dəyişkənliyində onun zat və sifətlərinin birliyinə dair düşünən dəstə üçün nişanələr vardır.
وفي الأرض قطع متجاورات وجنات من أعناب وزرع ونخيل صنوان وغير صنوان يسقى بماء واحد ونفضل بعضها على بعض في الأكل إن في ذلك لآيات لقوم يعقلون. Və yeryüzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, və hamısı bir su ilə suvarılırlar. Və bununla belə məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda, yaradılışın bu müxtəlifliyində ağıllarını işlədən dəstə üçün nişanələr vardır. وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ وَأُولَئِكَ الْأَغْلَالُ فِي أعناقهم وأولئك أصحاب النار هم فيها خالدون. Əgər bir şeyə təəccüblənirsənsə, onda təəccüblü onların dedikləri, məyər öləndən sonra torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında dünyada zəlalət, ahirətdə isə od zəncirləri vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar. وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَى ظُلْمِهِمْ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ. Onlardan qabaq keçmiş ümmətlərə ibrətamiz bəlaların gəlib keçmiş olduğunu bildikləri halda, onlar səndən rəhmət tələbindən qabaq əzabın nazil olmasına tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülümlərinə baxmayaraq onlara qarşı böyük bir bağışlama sahibidir və əlbəttə Rəbbin əzaba layiq olanlara şiddətli cəza verəndir. وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ. Və küfr edənlər, nə üçün ona Rəbbi tərəfindən Salihin dəvəsi, Musanın əsası və İsa'nın süfrəsi kimi bir nişanə və möcüzə nazil olmamışdır deyirlər. Əslində sən yalnız bir qorxudansan və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir və bəşər cəmiyyətindən olan hər bir dəstə üçün bir doğru yol göstərən ya Peyğəmbər, ya imam, ya da rəhbər vardır. Allahu ya'lamu ma tahmilu kullu unsa və ma təğidul arham və ma təzdad və kullu şeyin indehu bimiqdar.
Allah, insan və qeyri-insan olmasından asılı olmayaraq, hər bir dişinin nə daşıdığını və onların bətinlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını, bətindəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün 6 aydan 1 ilə kimi nə qədər çəkəcəyini bilir və varlıq aləmini təşkil edən ünsürlərdən hər bir şeyin onun yanında müəyyən bir miqdarı vardır. Alimul gaybi ve'ş-şehâdetil kebîrul muteâl. Gizlini və aşkarı biləndir və o, hər bir şeydən və vəsfdən böyük və üstündür. Sevâun minkum men esarral qawla ve men cehara bihi ve men huve mustakhfin bil-leyl وَمَنْ هُوَ مُسْتَخْفٍ بِاللَّيْلِ وَسَارِبٌ بِالنَّهَارِ. Onun üçün sizdən birinin sözünü ürəyində gizlətməsi, yaxud birinin qulağına pıçıldaması ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəlgət etməsi eynidir. لَهُ مُعَقِّبَاتٌ مِّن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ وَمَا لَهُم مِّن دُونِهِ مِن وَالٍ. İnsan üçün onun əməllərini yazan rəqib və ətid adlı 2 mələkdən başqa, onun önündə və arxasında mələklərdən olan nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstək üçün mövcud olanı, nemət və firavanlığı, yaxud bəla və çətinliyi, onlar özlərində olanı, iman və küfrü, yaxud itaət və fasiqliyi dəyişdirməyincə, dəyişdirmir. Allah hər hansı bir dəstək üçün pislik və əzab istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün ondan başqa heç bir yardımcı və başçı yoxdur. Huvəl-ləzî yurikumul bərqa xawfən və tama'an və yunşi'us-səhabəth-thiqal. Dolu və seldən qorxmaq və rəhmət və xeyrə ümid üçün çaxan şimşəyi sizə göstərən və axar sudan ibarət bir dərya olan ağır buludları vücuda gətirən və yuxarı qaldıran odur. وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ. Göy gürültüsü yaradılış dili ilə ona həmd etməklə birgə onu paçlıqla öyür. Ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar və həmçinin mələklər əzəmətinin qorxusundan onu paklıqla öyürlər və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə, cəzaya layiq kəslərə yetirir. O böyük qüdrət, eləcə də
məkrlə mübarizədə şiddətli cəza sahibidir. له دعوة الحق والذين يدعون من دونه لا يستجيبون لهم بشيء إلا كباسط كفيه إلى الماء ليبلغ فاه وما هو ببالغه وما دعاء الكافرين إلا في ضلال. Haqqa tərəf və həqiqi dəvət, insanları ibadət və itaətə çağırmaq yalnız ona məxsusdur. Və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız o layiqdir. Müşriklərin onun yerinə çağırdıqları kəslər, onlar üçün ehtiyaclarından heç bir şeyi rəva etməzlər. Onlar suyun ağzına çatması üçün uzaqdan 2 ovcunu suya tərəf uzadan və ya suyun ağzına yetişməsi üçün 2 əlini açaraq suya salıb çölə çıxaran, lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər. Bütlərin, müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir. Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir. وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ. Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey, istər-istəməz ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla Allaha səcdə edir və həmçinin onların kölgələri, göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi, səhərlər və axşamlar Allah qarşısında səcdə edirlər. قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ قُلْ أَفَاتَّخَذْتُمْ مِنْ دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ. Müşriklərə de, göylərin və yerin Rəbbi kimdir? Sonra özün de, Allah. Çünki bundan başqa bir cavab yoxdur. Və onlar inatkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədi ilə de, belə isə hətta özləri üçün heç bir xeyir və ziyan qüdrətinə malik olmayan, ondan qeyrisini yardımçı və başçı götürmüsünüz? De, məyər körlə görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir? Yoxsa Allaha onun yaratdıqları kimi bəzi şeylər, yaradan şəriklər qoşublar və nəticədə bu 2 cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar arasındakı oxşarlıq onları çaşbaş salıb və buna görə də şərikləri də ibadətə layiq biliblər. De, şübhəsiz, hər bir şeyin yaradanı Allahdır və odur tək, varlıq aləminin
bütün hissəciklərinə qalib və mütləq hakim. أنزل من السماء ماء فسالت أودية بقدرها فاحتمل السيل زبدا رابيا ومما يوقدون عليه في النار ابتغاء حلية أو متاع زبد مثله كذلك يضرب الله الحق والباطل فأما الزبد فيذهب جفاء وأما ما ينفع الناس فيمكث في الأرض كذلك يضرب الله الأمثال. Allah göydən yağış, qar və dolu şəklində su nazil etdi. Beləliklə, çayların hər biri öz tutumu miqdarında su götürərək axdı və sel öz üzərində köpük yapardı. Həmçinin ocaqlarda zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədi ilə üzərində od yandırılan şeydə də, mədənlərin qarışıq torpağında da selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir. Həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir. Amma o köpük bir kənara gedərək məhv olur. Sular və ərimiş filizlər kimi insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir. للذين استجابوا لربهم الحسنى والذين لم يستجيبوا له لو أن لهم ما في الأرض جميعا ومثله معه لافتدوا به أولئك لهم سوء الحساب ومأواهم جهنم وبئس المهاد. Özlərinin Rəbbinə, onun çağırışına müsbət cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona, onun çağırışına müsbət cavab verməyən kəslər isə, əgər axirət günü yer üzündə olan şeylərin hamısı və həmçinin onun digər bir misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır. Onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır. Onların yerləri cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir. أفمن يعلم أنما أنزل إليك من ربك الحق كمن هو أعمى إنما يتذكر أولو الألباب. Beləliklə, məyər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, batini gözü kör olan kəs kimidir? Əslində, yalnız ağıl sahibləri ibrət götürərlər. الذين يوفون بعهد الله ولا ينقضون الميثاق. Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və onun tövhidinin əqli və nəqli peymanını sındırmırlar. والذين يصلون ما أمر الله به أن يوصل ويخشون ربهم ويخافون سوء الحساب.
və o kəslər ki, Allahın birləşilməsinə əmr etdiyi şeyə, Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə birləşir, özlərinin Rəbbindən çəkinir və qiyamətdəki hesabın çətinliyindən qorxurlar. وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə səbr etdilər, namaz qıldılar. Onlara ruzi olaraq verdiklərimizdən, mal dövlətdən, gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını uzaqlaşdırırlar. Bu dünyanın gözəl sonu, onun sona çatması ilə cənnətə daxil olmaq onlar üçündür. جنات عدن يدخلونها ومن صلح من آبائهم وأزواجهم وذرياتهم والملائكة يدخلون عليهم من كل باب. Həmin o əbədi cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından əqidə baxımından layiq olanlar, əməlləri naqis olsa da, onlara görə ora daxil olarlar və mələklər hər bir qapıdan onların yanına daxil olarlar. Selamun aleykum bima sabartum fe ni'me uqbeddar. Və deyərlər, səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə. O dünyanın sonu olaraq bura nə gözəldir. وَالَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ أولئك لهم اللعنة ولهم سوء الدار. Allahın tövhid və dinin qəbul edilməsi barəsindəki əhd peymanını möcüzələr və dəlillərlə möhkəmləndirdikdən sonra pozan, Allahın birləşməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır. Allahu yabsutur rizqa limen yasha'u ve yaqdir ve ferihu bil hayatid dunya ve mal hayatud dunya fil ahireti illa mata'. İstədiyi kəs üçün maddi və mənəvi ruzini çoxaldan və ya azaldan Allahdır. Onlar, kafirlər, dünya həyatına sevinirlər. Halbuki, dünya həyatı, ahirət müqabilində cüz'i bir paydan başqa bir şey deyildir. وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ
və küfr edən kəslər məsxərə məqsədi ilə nə üçün ona Rəbbi tərəfindən bizim ürəyimiz istəyən, yaxud Salihin dəvəsi, Musanın əsası və İsa'nın süfrəsi kimi bir nişanə və möcüzə nazil olmamışdır deyirlər. De, şübhəsiz, Allah möcüzəni hikmət və məsləhət əsasında göndərir. Buna görə də haqqı qəbul etməyənlərdən istədiyi şəxsi azğınlıqda boşlayır və ona tərəf qayıtmış şəxsi hidayət edir. الذين آمنوا وتطمئن قلوبهم بذكر الله ألا بذكر الله تطمئن القلوب. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin, qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır. الذين آمنوا وعملوا الصالحات طوبى لهم وحسن مآب. Şadlıq və sevinç, pak həyat, uca cənnət və tuğba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır. كذلك أرسلناك في أمة قد خلت من قبلها أمم لتتلو عليهم الذي أوحينا إليك وهم يكفرون بالرحمن قل هو ربي لا إله إلا هو عليه توكلت وإليه متاب. Öz cari qanunlarımızı əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi, səni də özlərindən qabaq ümmətlər gəlib keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan. Halbuki onlar Rəhman olan Allaha küfr edirlər, onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər. De, o mənim Rəbbimdir, ondan başqa heç bir məbud yoxdur. Yalnız ona təvəkkül etdim və dönüşüm yalnız ona tərəfdir. وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَى بَل لِّلَّهِ الْأَمْرُ جَمِيعًا أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَن لَّوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُم بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا من دارهم حتى يأتي وعد الله إن الله لا يخلف الميعاد. Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur'an olsaydı, bunun onların imanına yenə də heç bir təsiri olmazdı. Çünki iman və hidayət, hətta işlər və əmirlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məyər iman gətirən kəslər hələ də bunların imanından ümidlərini üzüb başa düşməyiblər ki, əgər Allah istəsəydi, insanların hamısını məcburi surətdə hidayət edərdi?
Lakin Allahın qanunu imana məcbur etmək deyildir. Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın son vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz. وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ فَكَيْفَ كَانَ عِقَابِ. Həqiqətən səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Beləliklə, küfr və istehza edən kəslərə bir müddət möhlət verdim. Sonra onları suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla yaxaladım. Buna görə də, bax gör, mənim əzabım necə olmuşdur. أَفَمَنْ هُوَ قَائِمٌ عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ قُلْ سَمُّوهُمْ أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَمْ بِظَاهِرٍ مِّنَ الْقَوْلِ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ. Belə isə, məyər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs cansız bütlər kimidir? Bununla belə, onlar Allaha şəriklər qoşublar. De, onları sifətləri ilə adlandırın, deyin ki, onlar diri, yaradan, eşidən və görəndilər. Doğrudanmı Allaha yer üzündə səlahiyyətini tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? Xeyr, şübhəsiz, Allahın heç bir şəriki yoxdur. Əksinə, küfr edən kəslər üçün onların məkr və hilələri zinətləndirilib və onlar haqq yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır. لَهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ وَمَا لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ. Onlar üçün dünya həyatında döyüşdə məğlubiyyət, xəstəlik və qıtlıq kimi bir sıra əzablar vardır. Əlbəttə, axirət əzabı daha çətindir. Onları Allahın əzabından bir qoruyan da yoxdur. مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوْا وَعُقْبَى الْكَافِرِينَ النَّارُ. Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir. Onun evlərinin və ağaclarının altından daim çaylar axır. Onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir. Kafirlərin aqibəti isə oddur. وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ
إليه أدعو وإليه مآب. Səma kitabı verdiyimiz kəslər, İslamı təsdiq edən yəhudilər və xristiyanlar sənə nazil olana sevinirlər və kitab əhlindən olan dəstələrdən bəziləri onun bəzi yerlərini özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini inkar edirlər. De, həqiqətən mənə Allaha ibadət etməyim və ona üluhiyyətdə, ribubiyyətdə, yaradılışda və ibadətdə bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız ona tərəf çağırıram və dönüşüm də yalnız ona tərəfdir. وَكَذَلِكَ أَنزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ. Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi, beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik ki, onlar onu daha yaxşı anlasınlar. Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabi olsan, məsələn, onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən, Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır. وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ لِكُلِّ أَجَلٍ كِتَابٌ. Həqiqətən, biz səndən öncə peyğəmbərlər göndərdik və mələk deyil, bəşər olduqları üçün onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. Çünki hər bir vaxt üçün hikmətə uyğun olaraq bir yazı və hökm qərarı alınmışdır. Deməli, Allahdan başqası, hətta Peyğəmbər istədiyi vaxt möcüzə gətirə bilməz. يَمْحُ اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ. Allah məhv və isbat lövhəsində yazılmış, olacaq hadisələrdən istədiyini məhv və bəzi hadisələri orada dərc edir və ümmül kitab, lövh-i məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer onun yanındadır. وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ. Əgər onlara vəd etdiklərimizin, dünyəvi cəzaların bir qismini sənə göstərsək, yaxud ondan qabaq sənin canını alsaq, sənin vəzifən onların əzabını görmək deyil, yalnız tapşırığı çatdırmaqdır və imana məcbur etmək və hər təklifi qəbul etmək deyil. Hesab çəkmək və cəzalandırmaq bizim öhdəmizədir. أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ وَهُوَ سَرِيعُ الْحِسَابِ. Məyər bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən,
dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O tez hesab çəkəndir. وَقَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ. Şübhəsiz, bunlardan qabaq olmuş kəslər Allahla və onun elçiləri ilə müxalifət etməkdə məkir və hiylə işlətdilər. Halbuki, bütün məkirlər Allaha məxsusdur. Onların hamısının necəliyi, səbəbkarları və batil etmə yolları onun elmi və iradəsi altındadır. O, hər bir kəsin nə əldə etdiyini bilir və tezliklə kafirlər bu dünyanın sonunun kimin olduğunu biləcəklər. Bu yerin sonu əməli salih insanların hökumətidir. Yaxud dünyanın sonu yaxşı insanlar üçün gözəl axirətdir. وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا قُلْ كَفَى بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَابِ. Kafirlər, sən Allahın peyğəmbəri deyilsən deyirlər. De, mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin, həqiqi Tövratın və İncilin marifi və ya bu Qur'anın elmləri ilə tanış olan hər bir kəsin şahid olması kifayətdir.